Niyə bizim cinsi problemləri olan kişilər həkimlərə getməyə biraz çəkinirlər? Bu əslində indi deyil, uzun zamandır ki, belə olub. Hardasa başa düşüləndir. Çünki kişilərdə biraz həm ümumiyyətlə bu kişi mövzusu, kriteriyalarda biraz fərqli bir yanaşmadır. Ümumiyyətlə nədir bu kişi xarakterləri, necə olmalıdır? 30 il əvvəlki kişilik yanaşma sistemindəki də tamam fərqlidir təbii ki, gözləntilər də fərqlidir. Təbii ki, bu özü də cinsi problemdə ciddi bir maneə yaradır da. O xarakterlərdən irəli gələn, yox mən kişiyəm, mən bundan qəbullanmaram və s. Bəli, qəbul eləmədə getmək istəmirlər həkimlər. Texnoloji inkişaf, internet inkişafı, sadə belə yanaşaq, bu gün gələn müəyyən qrup pasiyent artıq buna baxmır. Elementar bir axtarış edir. En qədər bir axtaracaq resurs var əldə. Ən son məsələn son vaxtda kifayət qədər çox görürəm ki, insanlar ciddi üzərindən problemlər hamısı ora göndərir analizini oradan və özü-özünə ilkin bir fikrini, diaqnozunu alıb gəlib. Təəssüf əslində. Düzdür, bunun müəyyən müsbət tərəfi də var ki, sualınızın cavabı olaraq o çəkinən qrup xəstələrdə bəlkə də bir onlarda müəyyən bir ümid yaradıb ki, probleminin həlli var artıq da bunun üçün müraciət et. Mənfi tərəfləri də var, çünki hər şey orada deyilən diaqnoz kimi deyil. Hətta dərmanlar da yazılır, hə orada? Nə qəbul etməlidirlər? Müəyyən şeylər olur, amma belə deyim, bizim gördüyümüz xəstə qrupu, mən öz tərəfimdən deyim, kifayət qədər yaxşı xəstə qrupudur. Yəni mütləq həkimə gəlməlidirlər, müayinə olunmalıdır. Yaxşı xəstə qrupudur ki, bu insan eksperiment mənbəyi deyil bilirik, çünki mütləq diaqnoz yoxlanır, amma son zamanlarda əvvəllərlə müqayisədə kifayət qədər artıb artıq. Gəlirlər, müraciət edirlər. Mən çox çəkinən, çox belə narahat olan artıq əvvəllər çox görərdiksə, indi nadir halda onu görürük, çünki utanası, çəkinəsi bir şey yoxdur. Artıq rahatlıqla müraciət edirlər. Təbii ki, yanaşsaq ki, bu sahədə insan orqanizminin bir sahəsidir, bir sistemidir və bəlkə də ən vacib sahələrdən biridir. Bir sahə ki, əgər bugün var olmağımızın səbəbkarıdır, nəsil artırırsa, deməli ki, bu sahədə aktual olmalıdır.